Əqrəblər, buğalar, xərçənglər, oğlaqlar, balıqlar və qız bürcləri, sevgi həyatınızda flört enerjiniz yüksəlir. Bir mesajla bugün hər şey başlaya bilər. 18 oktyabr tarixində həftənin 6-cı günündə göy üzündə Ayla Mars arasında müsbət 60 dərəcəli açı aktiv olduğu üçün bugün gözləmədiyiniz anda bir sevgi etirafı ala bilərsiniz. Xoşlandığınız insanla daha çox ünsiyyət qura bilərsiniz. Mesajlaşa bilərsiniz. Xoşlandığınız insana bir addım ata bilərsiniz. Mövcud olan sevgi münasibətinizdə duyğusal bağlarınızı gücləndirə bilərsiniz. Sevdiyiniz insanla birlikdə daha çox zaman keçirə bilərsiniz. Duyğularınızı ifadə edərkən bugün çox cəsarətli olacaqsınız. Bir tərəfdən də yeni insanlarla tanış ola bilərsiniz. Nə hiss etdiyinizi ifadə edərkən qəti çəkinməyəcəksiniz bugün. Övladınızla və ya sevdiyiniz insanla birlikdə qısa səyahətlər edə bilərsiniz. Sosial fəaliyyətlərdə iştirak edə bilərsiniz. Bugün zehniniz çox aktiv olacaq. Planlar edə bilərsiniz. Bir xəyalınızı gerçəkləşdirmək üçün addımlar ata bilərsiniz və bir tərəfdən də ortaq layihə, akademik təhsil, kurs, xarici ölkələrlə əlaqəli planlar və yaxud da sosial media üzərindən bir iş başlatmaq istəyirsinizsə, bugün, yəni 18 oktyabr tarixini dəyərləndirə bilərsiniz. Çünki çox əlverişli bir gündür və eyni zamanda uzaqda yaşayan bir insanla, xaricdə yaşayan bir insanla ünsiyyət qura bilərsiniz və yaxud da xarici ölkələrlə əlaqəli iş ortaqlıqları gündəminizə gələ bilər və eyni zamanda bugün dost çevrənizdən bir insanla duyğusal yaxınlaşma yaşanıla bilər.